Konstitusiyamızın 30 illiyi ilə bağlı danışmaq, özü də şəhidlər xiyabanında danışmaq, həm illərin xatirəsini yada salır, həm də tariximizlə bağlı nəzər saldıqca bir qürur hissi adama yaşadır. Biraz öncə mən şəhidlərimizin, 20 yanvar şəhidlərinin uyduğu deməli, məzarların önündən keçib gəldim bura. Bugün şükürlər olsun, bizim 20 yanvar şəhidlərinlə başlayan azadlıq hərəkatımız, müstəqilliyə aparan yolumuz bizi bugünkü günlərə gətirdi. İşğal olunmuş Qarabağ torpaqlarının azad olunmasına, bizim 200 ildən bəri olan torpaqlarımızın işğalına son qoydu. Bilirsiniz, bu günlərisi çox böyük Azərbaycan insanı qürurla, fəxrlə özünün müstəqilliyinin 30 illiyini bayram eləyir. Sonuncu antiterror əməliyyatından 2 il keçir. Bu artıq Azərbaycanın bütövləşməsinə, bütün torpaqlarımızın, işğal altında olan torpaqlarımızın bərpasına səbəb oldu. Bugün Azərbaycan özünə söykənən, müstəqil, hür bir siyasət yeridir. Ona görə ki, biz müstəqilik, ona görə ki, biz suverenik, ona görə ki, bizim iqtisadi resurslarımız Azərbaycan üçün, Azərbaycan insanı üçün müstəqil şəkildə istifadə olunur. Yaşasın müstəqil, suveren, öz konstitusiyasına güvənən Azərbaycanımız.